her bir insan için onun milli mensubiyyəti, onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Bakı Avrasiya Universitetində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş Ömrü Vətən olan lider adlı tədbir keçirilib. Əvvəlcə universitet kollektivi Fəxri Xiyabanda umumilli liderin məzarını ziyarət edərək gül dəstələri düzüb. Daha sonra tədbir Bakı Avrasiya Universitetinin konferans salonunda Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və umumilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirin açılışında BAU-nun rektoru Siyavuş Qasımov çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində iqtisadi və mədəni inkişafda oynadığı tarixi rolu vurğulayıb. O xüsusilə 1969-cu ildən başlayan sosial-iqtisadi yüksəliş, kadr siyasəti və strateji planlaşdırmanın ölkənin gələcək inkişafına təməl yaratdığını qeyd edib. Elmi İşlər üzrə prorektor Professor Gülzar İbrahimova isə əsrin müqaviləsinin ölkənin qlobal enerji xəritəsində mövqeyinin gücləndirdiyini bildirib. Ümumi Fənlər Kafedrasının müdiri Dasen Sevil Bəhramova hüquqi dövlət quruculuğu istiqamətində konstitusiyanın qəbulu, söz azadlığının təmin edilməsi kimi islahatları diqqətə çatdırıb. Kafedranın digər müəllimləri Jailə İsmailova siyasi sabitliyin bərpası, Emin Yolçiyev gənclər siyasəti, Seymur Abbasov isə Prezident İlham Əliyevin müasir kadr siyasətinin Heydər Əliyev irsinin davamı olduğunu vurğulayıb. Sonda qeyd olunub ki, Heydər Əliyevin dövlətçilik irsi bugün də aktualdır və gənclərin milli dəyərlər ruhunda yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır.